Ayakların şişirse ayaklarını saatlerle istivannada saklama. Çünkü bu yöntem ayak şişkinliği muayene etmir. Ayak şişkinliğinin en geniş yayılmış sebebi limfa dövranının pozulmasıdır. Ayaklarda limfa dövranı pozulur, neticede ayaklar şişir, ödem yığır, ayaklarda selülitler, varikoz damarlar yaranmağa başlayır. En çok oturaq həyatı keçirdən insanlarda, pasiv həyatı olan insanlarda bu problemler tez-tez rast gəlir. Bəs bu problemlerden necə qurtulaq, necə bu problemləri aradan qaldıraq? Ekrandakı ağrıya toxunun, qırmızı olsun, ətraflı izah edeyim. Sizə lazım olan kanur drenaj çayıdır. Çünkü bu çay gün ərzində istifadə edildiği zaman organizmdə limfa dövranını aktivləşdirir. Nəticədə ayaqlarda olan şişkinliyi, ödemi aradan kaldırır. Üstelik bu problemin esas sebebi olan limfa dövranının aktivleştirdiği için organizmde yani ayaklarda selülitin, varikozun yaranmasında önləyir. Yani ki yaranmamasına şərait yaradır. Ölkənin bütün apteklərində var. Olmasa da əczaçılarımızdan xahiş edin, zakas verib gətirsinlər. Ödeminiz varsa, şişkinliğiniz varsa size lazım olan çay kanur drenajdır. Mütləq alıb sınayın, kəsinliklə tövsiyə edirəm. Bu cür faydalı videoların davamı için məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalın. Əzasınız bağlanla hər zaman sağlam qalasınız.